Salam değerli şagirdlər. Köklü ifadələrdən, Puzadan, yeni Puzadan sual izahına devam edirik. Birinci test asan bir test olacaq. Kök 110'un kvadratıdır 10 çıxır, 169'dan 13 çıxır, 81'dən 9 çıxır. Bu elə də 14. Dördüncü sual. Mənfi 32 mənfi 2 üstü 5'dir. Yəni buradan mənfi 2 çıxır. 64 4 üstü 3'dür. Buradan 4 çıxır. 144 12'nin kvadratıdır 12 çıxır. Davam eləyək. Mənfi 3'ün kvadratı. Burada kvadratla kök gedir. Kökün dərəcəsi cüt olanda kökdən müsbət ədəd çıxır. Yəni bu modulda çıxır. Olur 3. Eyni şey burada keçərli deyil. 3 tək ədəd olduğu üçün bunlar gedir və mənfi 3 olaraq çıxır. Bərabərdir. Bu elədir. Mənfi 2'nin üstünə 16 gəlir. 14. Bu da 6. 7 bölü 3. Burada 9'dan 3 çıxır uşaqlar. 13 üstə gəl 3 16 eləyir 4 çıxır. 21 üstə gəl 4 25 eləyir 5 çıxır. Gəldik bura. Burada diqqət eləyək. Kök 5 və 2 kökün daha doğrusu gedir. Kök 5 2'dən böyük ədəd olduğu üçün bu olduğu kimi çıxır. Burada diqqət eləyək. Kvadratla kök gedir. Amma 2 çıx kök 5 mənfi ədəddir. Mənfi ədəd kökdən modulda çıxır. Yəni bunun əksi çıxacaq. Olacaq çıxılsın. Mən bunu səhv yazmışam. Niyə belə yazmışam? Kök gedir. Kök 5 çıx 2. 2 çöldə. Burada bu mənfi ədəd olduğu üçün əksi çıxır. Olur üstə gəl kök 5 çıx 2. Buradan da alınır 2 kök 5 çıx 4. Üçüncü sual. 0,36'dan ne çıxar? 0,6. 0,9'dan 0,3. Gəlin bunu göstərim. Bunu yazıram 36'da. 2'ni 36'ya vurub üstünə 9 gəlində 81. 36'da 81'də 36'dan 6, 81'dən 9 çıxar. Bu olur uşaqlar 6 bölü 3. Üstə gəl. 9 bölü 6. Bunu da yazsam 6'da 12 üstə gəl 9, 21 böl 6, 3'ə böləndə 7 böl 2. Gəldi 6-cı suala. 6-cı sual. Bunu yazıram 4-cü dərəcədən rahat görəsiz deyə. Bayaqki qısaydı birbaşa yazdım. Bunu qısa yazmayayım, birbaşa yazmayayım. 81 böl 10.000 yazıram. Bu da 5-ci dərəcədən 1 böl. Burada 5 tane de 0, 3, 4, 5, 100.000'də 1 böl. Bu mənfi 27'də 1, bu mənfi 3'ün kubudur. Bundan mənfi 3'də 1 çıxır. Mənfi 3'də 1 vur. 10 üstü mənfi 2'də uşaqlar 1 böl 100 deməkdir. Bundan da çıxır 1 böl 10. 81'dən çıxır 3. 10.000'dən çıxır 10. Buradan çıxır 1 böl. Bu 10 üstü 5 deməkdir. 10 çıxır yenə. Aşağıda da mənfi 1 böl 30. 10'da 4. Tərs çeviririk. Mənfi 30. Bu da mənfi 12. Buna baxaq əvvəldən yazmışam 3. Niyə 3 izah eləyək? Belə suallarda nəyə diqqət eləməliyəm? X çıxı 3 və 3 çıx x bir-birinin əksi. Türkçə tərsidir. Və kökün daxilində, kvadrat kökün daxilində, cüt dərəcəli kökün daxilində 2 əks ədədin olması 2 fərqli kökün daxilində mümkün deyil. Bu məsələn x 4 olsa bu 1 olar, bu mənfi 1 olar. Yəni x-in elə bir qiyməti olmayacaq ki, bir qiymət istisna. Orada fərqli cavablar biri müsbət, biri mənfi alınmasın. X-ə nə verim, biri müsbət olanda biri mənfi olacaq. Biri pozitiv, biri negativ. Yeganə x 3'dür ki, bu da mənfi olmur. Negativ olmur. X-ə 3 verirəm. 0, 0, 3 vur, 7 çıx, 3. 3 vermə səbəbim bu ikisidir. 2 tərs ədəd, 2 əks ədəd. Buradan da 1 üstə gəl 3. Bu olur 3 vur, 2 böl. 4 eləyir, 2 çıxır. Buradan da 3 alınır. 10-cu sual. 10-cu sualda bu 16 üstü x'i
Yazıram 2 üstü 4x ve bu 5'i bilirdik ki belə yaza bilərik. Bunu yazıram 2 üstü x plus 3 qüvvət 2'dir böl 2. Alınır 4x böl 5 bərabərdir x üstəgəl 3 böl 2. Çarpaz vursam 8x bərabərdir 5x üstəgəl 15. 3x 15 alınır. X'imiz de olur 5. Səkkizinci sual. İki kökaltda ifadənin dərəcələri cüt, çift olan kökaltda ifadənin cəmi sıfırdırsa, orada bir dənə variant var. Hər ikisi ayrı-ayrı sıfırdır. Buradan x 3 alınır. Buradan x üstəgəl y çıx 7 sıfırdır. X'imiz də 3'dürsə, y də olar 4. 11-ci sual asan bir sual. Kök 48 nə deməkdir uşaqlar? 4 kök 3. Necə tapırıq? 16 vur 3. 12 4 vur 3'dür. Buradan 4'dən 2 çıxır. 2 kök 3. Böl kök 3. 6 kök altda 3. Böl kök altda 3. Gəldik 9-cu suala. 9-cu suala diqqətli baxaq. Bunu yazıram. Bu nə deməkdir uşaqlar? Bu 3 böl 2 deməkdir. Biz vurma olanda bir kökün içine yaza bilərik. Bir kökün içine yazıram. Bu 4 böl 3 olur. Bu 5 böl 4 olur. Bu belə gedir. Axırıncı alınır 18 böl 17. Diqqət eləsək hər bir kəsrin surəti ilə sonraki kəsrin məxrəci belə ixtisar gedir. Bu da gedir. Qalır 18 böl 2 kök 9. Oradan da çıxır 3. 12-ci sual. 12-ci sualda nəyə diqqət eləyəcəm? Burada toplama var. Biz bu kökün içindəki ədədləri toplama şansımız yoxdur da belə. Eyni ədəd olmadığı müddətcə. Amma nə edəcəm? Bunu yazıram. 3-cü dərəcədən x üstəgəl 2. Burada mən 27'ni çıxartsam, diqqət edin, bu da x üstəgəl 2 olur. Və 27 3-cü dərəcədən 3 olaraq çıxır. Olur 3 kök altda 3-cü dərəcədən x üstəgəl 2. Bərabərdir 8. 3, bir dənə də 1 burada 4. Kök altda 3-cü dərəcədən x üstəgəl 2 bərabərdir 8. Bölürəm 8'i 4'ə. 3-cü dərəcədən x üstəgəl 2 olur 2. Kub alıram. X üstəgəl 2 olur 8. X'imiz də olur 6. 13-cü suala diqqətli baxaq. Görək burada nə edə bilərik. Birinci bu kökdən çıxır 12. 4'dən 12 çıxıram mənfi 8. Bu da 3-cü dərəcədən olur mənfi 2. Bunları toplayanda bu 2 kök altda 2'dir. Kök altda 2 ilə toplayanda olur 3 kök altda 2. Vur mənfi 2. O da mənfi 6 kök altda 2. 16-cı sual. Bu nədir suallar? Olduğu kimi yazıram da bir dənə bunu. 3 üstü x. 9 nə deməkdir? 3 üstü 2x. 2 ilə 4 gedir. Bu olur yenə kök altda 3 üstü x. Bu da 27 3 üstü 3'dür. 3 ilə 6 gedir. Elə bu da olur kök altda 3 üstü x. Bərabərdir 81. Deməli olur 3 dənə kök altda 3 üstü x. Bərabərdir 81. Bu olur 27. Buradan da 3 üstü x bərabərdir 27'nin kvadratı. Bu da 3 üstü 3. 3 üstü 6 elədir. Bunların bərabər olması x'in 6 olması deməkdir. On dördüncü sual. Hər tərəfin kubunu alıram. Bu olur 8. 8'dən 3 çıxıram. Bu olur 5. Aha. Oldu kök altda 19 üstəgəl kök altda 20 plus x bərabərdir 5. Deməli bu 25'dir. 5'in kvadratı. 25'ten 19 çıxıram. Bu da olur 6. Kök altda 20 üstəgəl x bərabərdir 6. 20 üstəgəl x 6'nın kvadratı 36. X'imiz də oldu 16. 17-ci sual. Yine bayaqki suala oxşuyur. Bunu 3 üstü 3 yazsam 3'dən 6 gedər. Olar kök 3. Elə bu da kök 3. Bununla 3 üstü 4 yazsam 4 ilə 8 gedər. Burada 2 qalar. Bu da kök 3 olar. Böl. Bu nə deməkdir? 0,4'də 3, yəni 9'da 3. Bu da 3'də 1 eləyir uşaqlar. 3'də 1 nə deməkdir? 3 üstü mənfi 1. Olur kök altda 3 üstü mənfi 1.
Kök altda 3 üstü mənfi 1. Olur 3 kökü 3 böl. 3 üstü mənfi 1 yazmamın bir mənası varmı? Bunu elə bir dəfəlik yenə 3'də 1 yazım. 3'də 1. Deməli olur 3. Mən bunları bölürəm. 3'ü 3'də 1'ə böləndə bu 3 vur 3 9 eləyir. Bu alınır 3. Kök olduğu üçün kök altda 9. Bu da 3 eləyir. 3 dəfə 3 də 9. Kök 80. Bu nə deməkdir? 4 kök 5. Bu 4 kök 3. Bu 2 kök 5. Bu 2 kök 3. Mən yuxarıda 4'ü çıxardıram mötərizə xaricinə. Aşağıda 2'ni çıxardıram mötərizə xaricinə. Kök 3 böl 2. Bunlar gedir. 4 bu 2'dən 2 ilə gedir. Qalır kök 3. Buradan alınır uşaqlar 4-cü dərəcədən 160 böl 4-cü dərəcədən 10. Bunlar gedir. Olur 4-cü dərəcədən 16. Bu nə deməkdir? 2. Bu kökləri vururam uşaqlar. Kökləri vurandan eynirlər. Dərəcələri bərabərləşdirilər. Hamısının dərəcəsini 6 eləsəm, bu 2'dir də. 3'ə vurdum. Bu da oldu 7 üstü 3. Bu 3'tü. 2'ye vurdum. Bunu 3'ə vurmuştum. Bu da oldu 7 üstü 2. Bu da olduğu kimi qaldı. Bu da oldu 6-cı dərəcədən 7 üstü 6. Bu da gedir 7 eləyir. Əgər 7 üstü x-ə bərabərdirsə, x'imiz də 1 oldu. Deyir ki, bunu x, y, z cinsindən göstərin. Necə göstərik? 0,42. Mən bunu yazsam 42 böl 100. Baxaq görə bir ixtisar eləyə bilərəm. 2'ye bölə bilərəm maksimum. Niyə bölürəm ki? Baxın bunu yazıram kök altda 42. Bərabəri biraz düz yerdən qoymuş olmadıq. Yəni bərabəri düzəldək. Bərabərdir. Bunu yazıram kök 42 böl kök 100. Kök 42'ni dəymirəm. Kök 100'dən çıxır 10. 42'ni vuruqlarını ayırsam 42 2 vur 3 vur 7'dir. X Y Z ve böl 10. C variantı. Buna baxaq. Görək buradan nə eləyə bilərik? Kök 2 yazıram. 3 ve 2 bunu yazıram 6-cı dərəcədən. 4'də 1'i kökün içərisinə salıram. Olur 16'da 1 vur 2. Bunu da 6-cı dərəcə eləyirəm. Olur 6-cı dərəcədən. Demək bu 2'dir də. Mən bunu 3'ə vurdum. Oldu 2'nin kubu. Bu da 6-cı dərəcədən. 16 ilə 2 gedir. 1 böl 8. Bunu da yazıram 6-cı dərəcədən 8 böl 8'də 1. Bu da olur 6-cı dərəcədən 8 vur 8. Yəni 6-cı dərəcədən 64. Yəni 2. Buna baxaq görək nə eləyə bilərik uşaqlar. Deməli. X üstəgəl y bərabərdir 1 üstəgəl 2 kök 5. Bizə nə deyir? Deyir ki x. X'i tapmağa çalışaq. Burada x üstəgəl y verib bizə. Burada bunu verib. Biz y-i yox eləməyə çalışsaq, ikincini 2'ye vursaq, görəsən bir şey verər. Bunu 2'ye vururam. 2, 4 kök 5. Və bunları alt-alta toplayıram. Y-lər gedir. Olur. Kök 20x üstəgəl 2x bərabərdir. 2 üstəgəl 2 4 üstəgəl 4 kök 5. Bu 2 kök 5 deməkdir. 2 vur kök 5x üstəgəl x bərabərdir. 4 vur. Bunu 2 yazım. 2 vur 2 üstəgəl 2 kök 5. Bunlar gedir uşaqlar.
Baxın, bunun buna bərabər olması üçün x-in elə 2 olması lazımdır ki, bu olsun 2, bu da kök 5. Yəni əslində 2-ni mötərizə xaricdən çıxarıb eyni şey aldığını görə bilərik. X-i burada mötərizə xaricdən çıxarsam kök 5 plus 1. Burada 2-ni çıxartsam yenə kök 5 plus 1. Bunlar da gedəndə x-in 2 olduğunu görürük. 21-ci sual bunu həll eləmək üçün dərəcələri bayaqki suallarda olduğu kimi bərabərləşdirəm. 6-cı dərəcə elədim 3-ün kvadratı. Bu da 2-ci dərəcədə 3-ə vururam. Deməli 2-nin kubunu alıram. Olur 6-cı dərəcədən 9 vur 8, 72. Yəni E variantı. 24-cü sual. A vur, B vur, C. Belə sualları görəndə mənim ağlıma ilk gələn bunları vurmaq olur ki, vurmadan böyük ehtimal bir şey çıxar. Çünki kökdən çıxacaqlar ən azından. Bunu düşünün. 2 dənə kök A var, 2 dənə kök B var, kök C var. Bunları vururam bir-birinə. Vuranda alınır kök altda A kvadrat, B kvadrat, C kvadrat böl x, y, z bərabərdir 3 vur, 6 vur, 2. Buradan nə çıxır? Elə çıxır A vur, B vur, C. Böl x, y, z bərabərdir 36. Bizdən də bunu istəyirdi. Fortunately. Bu da bu dərsin və testin son sualı idi. Sağ olun şagirdlər.